Nazirlər Kabineti ölkə prezidentinin Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında 21 aprel 2025-ci il tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib. News 24 xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsadov yeni sərəncam imzalayıb. Sərəncama əsasən Bakı Şəhər İcra Hakimiyyəti, İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi ilə razılaşdırılmaqla Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədi ilə Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən Bakı Bərk Məişət tullantılarının yandırılması zavodunun istifadəsində olan 18.415 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə təmiz şəhər ASC-nin istifadəsinə verilməsini 2 ay müddətində təmin etməli, bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir. İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan İnvestisiya Holdinqi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Sərəncamın birinci hissəsinin icrası Nazirlər Kabineti aparatının Aqrar və Ekologiya şöbəsinə həvalə edilib. Sərəncam imzalandığı gündən qüvvəyə minir.